YouTube kanalıma hoş gelmişsiniz. Dostlar, bugün Aygün Kazımovanın, divamızın doğum günüdür. Səmimi qəlbdən təbrik edirəm və axşam onun partisindəyik. Doğum günü partisi 26'sı, yanvar ayının 26'sı 2026-cı il. Yəqin bunu çəkərəm, inşallah ki paylaşaram sizinlə bərabər. Və dostlar, videonu vlog kimi çəkirəm, amma mikrofonum olmadığına görə ilk videomdur. Əgər bəyənsəniz bu formatda belə videoları davam edəcəm. Dostlar, axşam deməli görüntüləri çəkirəm. Gözəl, orada nə baş verdi, emosiyalarımı danışırıq, sonra fikirlərimi bildirirəm. Mən sizə görüntüləri verib, özüm burada fikirlərimi sizə bildirəcəm. Və doğum günü partisinə beyin getdi, rol verdi. Doğum günü partisinə düz 2 saata yaxındır ki, geyim seçmişəm. Nəhayət ki, seçdiyim kombin bu oldu, amma məncə bundan daha yaxşısını seçə bilərdim. İstədim kostyum geyinim belə, ya da burada göstərim, belə bir formada, amma kostyum məni artıq yorur, ona görə bu kombin. Yorumlarda yazarsınız hansını daha çox bəyəndiniz. Dostlar, biz indi isə keçid edək növbəti lokasiyamıza. Çıxmışıq Rövşən müəllimlə, gedirik Aygün xanımın ad gününə. Yol göstərir 43 dəqiqə. Probka yox, yəqin tez satarıq. Sevirik. Yol gedirik, probkadayıq. Rövşən müəllim playlisti əladır. Tam mənim söz. Yol göstərir. Neçə dəqiqə? 32 dəqiqə. 32 dəqiqə çatsaq yaxşıdır. İnşallah çatarıq. Heydər Əliyev sarayının yanındayıq. Getməliyik Elüksa. Davamını çəkirəm də, yəni hər bir şey görürüz. Elə bir Aygün Kazımovanın partisi və mənim həyatım gedir bugün tamamilə sizinlə. Görüşərik orada. Yenə deyirəm görüşərik, bəlkə yolda görüşdük. Nəhayət çatdıq. İndi parkovka eləyək. Görək abu-hava necədir. İçəridə nə qədər adam var. Maşın çoxdur, məncə adam da çoxdur elə. Deyirlər möhtəşəm bir ad günüdür. Bu arada ilk dəfədir buradayım. Dostlar, gəldik, hava soyuq. Bir gülümüz var. Bir ətrimiz var. Deməli, Rövşən müəllim, bunları verirəm sizə. Ver mənə. Zəhmət olmasa. Giririk içəri. Başlayırıq möhtəşəm bir gecəyə. Gecəmiz başlayır. Sağ olun. Görək nə olur. Məncə super olmalıdır. Hava da soyuqdur, yağış yağır hətta. Yağış da yağır. Diva Birthday Party. İndidən görünür dostlar. Baxın 8x vururam. Aygün xanımın şəkili qabaqda qarşıda. Və biz gedirik içəri. Super bəziklər axı içərini. Super bir şəkildə hazırlıqlar görürük. Məncə orada şəkil çəkdirəli söyləyəm. Baxın, abu-hava. Birazdan şəkillər çəkdirək. Burada da intervyular götürülür. Здравствуйте. Sağ olun, necəsiniz? Sen bizden küsün. Bəli, küsmüşəm. Küsmüşəm yerinizdir. Bəli. Bizden küsün. Niyə küsübsüz bizdən? Bəli, küsmüşəm. Niyə? Mən neynəmişim? Yo, elə belə deyirəm, atomdan Mən dəvət edirəm, mən. Yo. Aa, Açan öz verişin olacaq, maşın alacaq sənə. Aha. Onda gələcəm. İnşallah. Maşın alsın, sonra gəlir. İşte. Dava salma.
gelen her bir insanın Nasıl dəhşət çox olduğuna görə Rüstəm müəllim itirdim. çok sağ olun. Vallahi Aygün xanım divamız oradadır. Ve ben inanırım ki YouTube'a video geldi. ben bu evlerde sadece alt günüm kabağı biraz İki dənə. özüme biraz düşünüm. Çok önemli eller gezdirmişim. Necəsiz? Muhteşem hekimlerimiz abrakadabra. Sən necəsən? Super. Mənə bax kimlə gəldin? Ona göre de bugün Papa birazdan gəlməlidir Rövşən müəllim. yayın gelişinden de sevgili Necəsiz? Meyxan. zaten geliş. Ulduz sizsiz. Ben üçüncü seferdi qonağam. Üçüncü seferdi. Orada laf alacaydı. Bir laf yekeyim. Orası olmayayım. Aygün Hanım'ın ben Sen varsın, ben seni her şeyden çok sevdim. Aşkım. Səhnənin yanındayıq. Bana da baxmışdı Aygün xanıma. Aparatında nerede? Bu hava yaxşıdır. Az yeynəyi çıxartmışam. Deyikdə səhnə boşdur. Hələ hamın başı qarışıb bilmək nədir. Amma yemək yiyir. Masa arxasında oturur. Hər şey əla davam edir. Rövşən müəllimi gözləyirəm. Burada da bir fotozona yeri var. Yəqin ki, burada da çəkdirərəm. Daha doğrusu axşamınız xeyir olsun. Aygün xanımın özü yoxdur. Aygün xanımın özü yoxdur, şəkli buradadır. Hava içəridə əladır. Hamı buradadır, demək olar hamı buradadır. Röya xanımı da gördüm. Röya xanım deyir, mən bir dəfə uşaq vaxt olmuşam ad günündə, bir də indi olmuşam. Soruşuram ki, öz ad gününüzə dəvət edilirsiniz, gələrəm. Deyir ki, nəinki ad günümə, bütün şad günlərinə dəvət edirəm Aygün xanım. Bura maraqlıdır, bizimlə qalın. Baxın görün olur. Görün kimi gördüm. Görün kimi gördüm. Görün kimi görmüşəm. Kimi görüyorum. Necəsiz? Nə demək istəyirəm? Yaxşı gələcəyim var sən. Maşallah, sizin də pencəkləriniz bitmir ha. Harika burada işləyir, yoxsa harika orada. Burada parçanı alıram. Çok ideal. Hər az verət gəlir. Gəlsən mən. Dostlar, baxın. Bu nəyə görə qoyulub sizcə? Gün, ay, onu bildim. Yox, mənası nədir şahmat görər? Yəqin mahnısına görə də. Şah və mat. Yox, o elvində idi. Görən Xudum mahnısını. nəsə amma çox ideal dizayn olunubdu. Şəkli də orada. Maraqlı dizayn. Aygün xanım backstage-inə belə gəldi ya. Hə? Gəl. Gəl, gələ bax. Necəsiz?
orada? Artık yok. Ha, bu. Ekskluziv otaq var. Səhne arxası. Aa, buradan çıxdıq ki. Sağ olun. Krasavki. Krasavki. Ой, красавчик. Ravuşka. Belə maraqlı. Papanın yaxşı. Sen gelmişsən, uğurların bol olsun. O gün olsun papayı yürürsən aparasın. Görmədim, mən də tanımadım. Yarın olsa gəlsin. Mən gəlsinəm. Kapıda bağlı köpəklərdə aradım. Yox. Mən də bağlı köpəklərdən aradım. Siz necəsiniz? Necəsiniz? Nə var, nə yox? Yemək yeyirlər. Durmursunuz. Belə də yiyir. Tərpənirəm. Gel xanımın yanına. Bak söz verin, Nigar xan gələcək. Sesiniz gelsin Aygün Kasımovaycın. Çok zayıf ve itimatsız bir alkışlar oldu. Biz büyük tamam. Yok, artık səhv deyirəm, səhvin boynuma alıram. Hoş gördük, akşamınız xeyir olsun. O etibarı doğrulda ve iller ərzində sizinle bir yerde bugüne gelen bizim sənətkarımızı böyük məmnuniyyətlə səhnəyə dəvət etmək istəyirik. Şerefsiz bade ne bade değmesin gözlere bir gelip çıksın Şık momentdir. Aygün xanımın yanına gedirik. Aygün xanım. Aygün xanım əyləşib orada. Görək nə olur. Yol üstünde bir kafede biz yavaştan izlenende Gözlerinden okuyordum behraratı sanlarında. sahip olmalısın gece geceler. Hoş geldin. Burada birinci növbədə Aygün əzizim, səni təbrik edirəm. Mən hər zaman deyirəm ki, Aygün bir bayramdır, böyük bayramdır. Bütün həmkarlarıma, bütün burada eləşən jurnalistlər, başda bizim məktəbimiz Vaqif Gərazadəni alqışlayıram. Yüzümüz güldü, herkes sevindi ve bugün bu zalda o isteyeceğimiz, müşahede edeceğimiz sevgide, kucaklaşmalarda, şirin hitaplar ve samimiyet de hamısı bütün bunlar bir daha da dostluq eğer içte varsa onu hiç de sen gitmez. Bak buna gelip çıkacak. Yani ki söhbətin kimden gittiğini artık herkes anladı, başa düştü. Sevirik, samimiyetiyle, şu tarzıyla. Böyle, bunu söhbəti var. Rüya gelir, ne yapar
olaraq sizə göstərirəm. Sen ışıksan ben sürmek, gözler sensiz sürmek. Bu hayatta çare yoktu sensiz diye ölmek. Sen ışıksan ben sürmek, bakmır daha üzülmeden. Demirem ki üzülmeden, ama sensiz güzel oynam. Düşünmüşem bütün gün boyu ben seni bilmedim. Bu gece nece yattım. Bakalım nece beganene, axı deli divaneyim sürüm nece minareden. Beni duyasan görsen elin nece ifade sevgimi iten iradene. Deli olurum bir insaf eder. Sana sevdamı vermişem sen, ne güzel sen yine rüyamı görmüşem sen. Ne güzel sen inan gördüğüm anlar. Tebrik ederiz sizi. Çok severiz sizi. Yubileyiniz mübarek. Biraz batın. Muhteşemsiniz. Bugün buraları dağıtırım. Sözü yaşamak. Hoş geldiniz. Gecemize hoş geldiniz. Parti əvvəl axşamın xeyir. Akşamınız xeyir. Neçən də gördüm Röya xanım konsertində tek gəlmişdi. Aygün xanım da adlı tek gəlmişdi. Ben geldim. Aslanı evet. Bartu, səncə bugün Zaur Kamalı, bax mən televiziyadan deyirəm, Zaur Kamal Azərbaycan televiziyasında şov verilişlərin arasında illərlə reyting cədvəlinin 3 düyünü paylaşdı. Yəni ölkə üzrə 3-cü yerdən aşağı düşmür. 1, 2, maksimum 1, 3. Yəni bu böyük bir uğur. Zaur Kamalın oğlu Bartu, atası haşansı əvəz edə biləcək. Atamı əvəz etmək çətin olur. Nə də desəm atam. Yox, bir aparış kimi düşün. Sən də Atam bunu kimi istəyərəm, atam özü də istəyər ki, ondan daha yaxşı olur və çalışacağım. Hal-hazırda çalışıram, müəllimim elə atadır. Ata mənim üstündə əziyyət çəkir. Bu çalışır ki, bunu elə, bu elə, falan şey fikirlər ki, mən daha yaxşı olasam, məndən də daha yaxşı olur, bir əldə gedir. Bax, Bartu, ata ilə sənin aranda fərq olur. Sən çox kreativsən, sən sosial mediada videolarına baxırıq, like koyuruq, görürük. Gedirik. Biraz oturduk. Dedik güldük, hamını gördük. Bəs yəqin ki, növbəti dəfə, növbəti an günlərlə gözələyirəm. İndi isə artıq ulaşır. Yansızlıqda oldu, amma mənim üçün çox maraqlıydı. İlk dəfə oldu. Maraqlıdır. Bilmirəm qar yağır, nə yağır, amma uğurla gəldik, uğurla da başa çatdırdıq. Gedirik evə. Düzdür, gecə hələ bitməyib, parti gecəsi davam edir. Qar yağır, doğrudan da bir dənə fikir verin. 26 yanvar Aygün xanımın ad günündə qar yağır. Maraqlı. Çox gözəl bir gündə, gözəl bir hadisə. Dostlar, vlogumuz yekunlaşır. Yəqin ki, bəyəndiniz. Ümid edirəm, maraqlı oldu sizə də. Mən sağollaşıram. Əgər belə vloqlar istəyirsinizsə, abunə olmağı unutmayın və yorumlarda yazın ki, Bartu YouTube-u davam elə. Təşəkkürlər. Hamınıza uğurlar. Deməli dostlar,
dünənki videomuz başa çatdı. Vlog artıq bitdi. Mən biraz tez tərk elədim oranı. Biraz oturdum, dedik, güldük, əyləndik. Və bunu demək istəyirəm ki, ilk dəfədir vlog çəkdiyimə görə yəqin ki, gördünüz ki, heç də yaxşı çəkməmişəm. Ya belə çəkmişəm, ağzımı çəkmişəm, ya göy çəkmişəm. Özüm də bilmirəm haranı çəkirdim, amma elə bir kadrlar var ki, ətrafı çəkə bilmişəm, qonaqları çəkə bilmişəm. İlk dəfədir yavaş-yavaş öyrənirik. Yəqin bəyənsəniz, mən bu formatı davam edərəm ya da başqa bir formatlar və YouTube kanalımı davam etdirərəm. Abunə olmağı unutmayın, like etməyi unutmayın, dostlarınıza, tanışlarınıza göndərin ki, ilk videomdur, baxışı çox olsa sevinərəm. Hamıya salamlar. Növbəti dəfə görüşərik.